Assalamu alaykum, hörmətlik görərmənlər. Qədəm TV telekanalının əziz muxlisləri. Musu vaxtınızlar xeyirlik olsun. Qədəm TV telekanalı Almuti şəhərlik Uyğur Etnomədəniyyət Mərkəzi, Almuti şəhərlik Jigit Başları İttifaqı həmkarlıqda Qazaxstan Cumhuriyyəti müstəqilliyinin 30 illığı bağışlanğan Varis Ədəbi İcadi Birləşməsinin qatnışışı bilən ötüb atqan onlayn icadiyyat festivali qızğın davam qılmaqda. Bugünkü qatnaşqıcımız talantlı qələm sahibi, yaş icadkar Abdulcan Aznabaqıyev bilən Maharət Emirovalı. Adətdikidək aldı bilən ulanın tərcüm halı və icadi fəaliyyəti bilən tonuşdurub ötəyli. Yaş icadkar Abdulcan 1986 yılı Çelək təvəsinin Ғайрət yezisində doğulğan. Yezidəki İsmail Satarov namidəki otura məktəbdə ana tildə bilim aldı. Andın Abay namidəki Qazax Dövlət Universitetinin Filologiya fakültetində təhsil gördü. Ali bilim dərgahında oxub жүргən 2006-2007 yılları Almuti şəhərlik Uyğur Etnomədəniyyət Mərkəzi tərəfindən təsis qılınğan Aziya Bugün gazetədə muxbir xidmətini atqırdı. 2008-2014 yılları Mir nəşriyyatı uyida ədəbi xadim olub işləydi. 2015 yıldan başlap özü bilim alğan məktəbdə müəllimlik xidmətinə yütküldü. Məktəbdə oxub жүргən çağlarında şeir yazışı başlayan yaş icadkarının əsərləri dəsləb məktəb tam gazetədə, ballag bağışlanğan yaş əvlad gazetədə yoruq köygən. Elimizin mədəni paytaxtı atalğan Almuti şəhəriga gəlgəndən keyin o icadiyyat mühitiga şoňğup kirib ketdi. Onun icad yoldaki tuncu ustazı, şair hem yazğıcı Ahmetcan Sırapilov yaş icadkarının pişip yetilişide çoğun rol oynaydı. Ustazının gamxorluğu astıda Abdulcan'ın dəsləbki Qalbim Baharı namlıq şeirler toplumu 2008 yılı nəşrdən çıktı. 2009 yılı Məngülük Əngüşlər, Hüccətlik Qıssısı, 2017 yılı Yaşlıq Lirikleri şeirler toplumu, 2019 yılı Jürek albomu, Nəzmi ve Nəsri əsərlərdən ibarət kitapları birinin kendinden biri öz okurmenleri bilen yüz görüşüdü. Uyğur yaş icadkarlarının şeirlerini öz işi ağan arzu bulaqları kollektivlik toplamdı mı onun bir qatar şeirleri ornağan. Abdulcan şundaqla Cumhuriyetlik İctimai Siyasi Uyğur Avazı gazetinin ştatdan taşqarı muxbiri. Bugünkü tağda o Ğunca Balla jurnalının muharriri. Varis Ədəbi İcadi Birləşməsinin əzası. Yaş qələm sahibinin əsərləri ana tilimizdə yoruq görüb atqan Qərəllik mətbuatdan taşqarı icadkar, Uyğur Pen, İntizar jurnallarda turaqlıq yoruq görüb kevatıdı. Abdulcan Cumhuriyetlik Uyğur Etnomədəniyyət Mərkəzi təsis qılğan İlya Bəxtiya mukafatının, şundaqla Almuti şəhərlik Uyğur Etnomədəniyyət Mərkəzi tərəfindən uyuşturulğan icadiyyat müsabiqəsində Yusuf Xas Hacib namidəki Grand Prix mükafatlarının sahibi. Ulardan təşqiri beybiçilik əlimi Qazax İcadi Birləşməsi tərəfindən uyuşturulğan konkursunun qalibi. Qazaxstan Xalqi Assambleyası Almuti vilayətlik şöbəsinin uyuşturusunda Muqaqali Maqatayev namidəki müşairinin laureatı. Ukrayna icadkarları bilen ədəbi dostluğunun rivajlanışıga qoşqan töhfəsi üçün Ukrayna Xalqara Ədəbiyyat və Sənət Akademiyasının diplomu bilen mükafatlanğan. Abdulcan şundaqla bir qancha ommabop naqşlar mətnlərinin müəllifi. O 2017 yılı İstanbul'da ötken Türkçe tillik yaş şair yazıcılar forumunun iştirakçısı. Qazaxstan Cumhuriyeti Mədəniyyət və Sport Ministerliyi yanında təşkillənən Yaş İcadkarlar Birləşməsinin əzası. O, köplügən Qazax yazğıcı şairlərinin, şundaqla Rus, Ukrayin, Qırğız, Özbək, Komik, Xaqqas, Başqurt icadkarlarının əsərlərini Uyğur tiliga tərcümə qılğan. Öz növbətində yaş icadkarının şeirləri Qazax, Rus, Türk, Ukrayin, Qırğız, Özbək tillərə
tərcümə qılınğan. Qədəm TV telekanalının məmuriyyəti Abdulcanğa icadiyyat sahasında yanımı yüksək pəllərini görünüşüge tiləkdaşlıq bildirib, söz növbətini yaş icadkarğa berimiz. Mərhəmət Abdulcan. Sen bilen billa əzəldən Uyghur. Қазақстан Cumhuriyeti müstəqilliginin 30 yıl toluşuğa bağışlayman. Tarix qoynida Batur qazığın, şöhretin büyük, alemge məşhur. Sana hem ayan, mening azabım, bölüştün uni, bağrım teşekkür. Çarısız sersan, bolgan çığımda, seningdi tapdım, beşimgi pana, melhem bağışlap, yara cinimga, anam ornida, boldun sen ana. Ana tilimni yoqatmay bugün, saxlap kelimen, engüşler qılıp, evladım uqup, tarixni bütün, okup gelidu, mukaddes bilip. Unutmasqı bir, özlük kimlikni, şarayit berdin, rahmetim çeksiz. Tuh qılıp dayım, ömürlük birlikni, söymen sendek, elimni aziz. Tarix qoynida, az emes bağrım, tökülgen talay, ıssıq kanların, erkinlik istep, köktü bayrığın, hazır ornida, sevir camların. Azatlık kıymet, hemmidin burun, heves kılmaymen altın kümüşke. Sen bilen bille, ezeldin Uygur, kuyaşın közü, mengü öşkçe. Festivalimizning növbətdəki qatnaşqıçısı Emirova Maharet Vasıl qızı. Sizlərning icazətinizlə bilən dəstəb maharetning qısqacha tərcüm halı bilən tanışdırıb ötəyli. Maharet Vasıl qızı Emirova 1978 yılı 31 may günü Almutu vilayetining ismi cismiga yarashgan go'zal Avat yezisida dunyoga kelgan. Shu yezdagi o'rta maktabni ana tilida o'qib, maktabdan uchun bo'lgandan keyin El-Farabi nomidagi Qozoq Davlat Milliy universitetining jurnalistika fakultetiga o'qishga tushdi. Uni muvaffaqiyatli tamamlaydi. 15 yıldan oşuq matbuat sahasida amaliy tajriba to'plagan maharet bugün Uyg'urlarning Milliy assotsiatsiyasi, Jamiyatlik birlashmasi tarafidan ta'sis qilingan Axborot Cumhuriyetlik Siyasi İctimai jurnalining javobgar kotibi xizmatini atqurdi. Biz maharetning ijodiyat sahasida yanımı egiz cho'qqilardan ko'rinishiga tilakdoshlik bildirib, so'z navbatini shu yoqqa bermoqchimiz. Maharet öz icadidan Qozog'iston go'zal diyor monologini o'qib bermoqchi. Qani marhamat, undaq bo'lsa maharetning maharatidan bahramand bo'laylik. Vətənni mən ata-anamның ıssıq qoynuğa qiyas qılıman. Şundaq ikən vətən o ata-anam, qeyrindaşlarım həm yaxın qurdaşlarım istiqamət qılıvatqan əziz diyar. Mən üçün vətən o Qazaxstan. Qazaxstan Cumhuriyetiga bo'lgan muhabbatimni ko'pchilikka izhor qilish fursatini ega qilgan Qadam televideniyasining ma'muriyatiga ham Shavkat aka Nazarovga minglarcha rahmat. Uyg'ur xalqining tarixiy vatani Sharqiy Turkiston ko'pchilikka bugungi kunda u Uyg'uriston deb toniladi. Tarixiy vatanimizda yuz berayotgan bugungi zulm barliq qarindoshlarimiz uchun eng og'ir dahshat. Qozog'iston Cumhuriyeti mustaqil el bo'lib dunyoga tonilayotganiga 30 yil. Bu sana bilan barliq vatandoshlarımni tabriklayman.